Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə Macar Rapsodiya layihəsi ansamblı ölkəmizdə daha bir musiqi layihəsi üzrə çəkilişlər aparır. Yarımada.info xəbər verir ki, ideya üzrə iki ölkənin incəsənət ustaları, beynəlxalq səviyyədə tanınmış saksafonçu və bəstəkar Balint Barsoninin rəhbərliyi ilə yaradılmış musiqi ansamblı Azərbaycanın tanınmış muğam ifaçıları, xalq artisti Mənsum İbrahimov və muğam televiziya müsabiqəsinin qalibi Kamilə Nəbiyev arasında yaradıcı əməkdaşlıq həyata keçirilir. Əsas məqsəd Türk-Macar mədəni əlaqələrinin musiqi izlərini müasir və özünəməxsus musiqi dili vasitəsilə canlandırmaqdır. Macar Rapsodiya layihəsi 2014-cü ildə Balint Barsoninin rəhbərliyi ilə yaradılıb. Səfər çərçivəsində kollektivin beynəlxalq muğam mərkəzində konserti də keçirilib.